Bir gün hörümçək toruna düşən bir milçək çabalayır və xilas olmaq üçün Tanrıya yalvarmağa başlayır. Bunu görən hörümçək ondan soruşur: "Sənin xilas olmaq üçün dua etdiyin Tanrı, az əvvəl mənə nahar üçün toruma ov düşsün deyə dua etdiyim Tanrı ilə eyni Tanrı deyilmi?" Bu sadə, lakin dərin hekayə iki tərəfin bir-biri ilə ziddiyyət təşkil edən arzularının həyata keçməsini dilədiyi bir vəziyyəti təsvir edir. Bu, ilahi ədalətin və tərəfkeşliyin mürəkkəbliyini dərk etməyə aparan ilk addımdır. Hər kəs öz haqqını Tanrıdan istəyirsə, bəs o Tanrı kimin tərəfindədir? Tanrı anlayışının yaranması və təkamülü bəşəriyyətin özü qədər qədim və mürəkkəb bir prosesdir. İnsanlar tarix boyu kainatın sirləri, təbiətin gücü və ölümün qorxusu qarşısında bir məna və sığınacaq axtarışında olublar. Məhz bu ehtiyac Tanrı və din anlayışlarının yaranmasına səbəb oldu. Əvvəlcə cəmiyyətlər adətən çox tanrılı dinlərə, yəni politeizmə inanırdılar. Qədim Misir, Yunanistan və Roma sivilizasiyalarında olduğu kimi hər bir təbiət hadisəsi insan həyatının sahəsi və ya duyğusu üçün xüsusi bir tanrı mövcud idi. Yağış üçün bir tanrı, müharibə üçün başqa, sevgi üçün isə yenə də başqa bir tanrı. Bu tanrılar qüsurlu, bəzən qısqanc və bir-biri ilə rəqabət aparan insanlaşmış varlıqlar kimi təsəvvür edilirdi. Onların hərəkətləri insanların ədalət anlayışına uyğun gəlmirdi. Sadəcə güclərini göstərirdilər. Daha sonra bu tanrılar yavaş-yavaş azaldı və nəhayət tək tanrılı dinlərə, yəni monoteizmə keçildi. Yəhudilik, Xristianlıq və İslam kimi dinlərə keçid baş tutdu. Tək tanrılıq Tanrını bütün kainatın yaradıcısı, yeganə mütləq güc və eyni zamanda mütləq ədalətin mənbəyi kimi təqdim etdi. Bu keçid təkcə Tanrı sayını azaltmadı, həm də Tanrının xarakterinə mütləq ədalət, hikmət və mərhəmət kimi keyfiyyətlər yüklədi. Amma burada əsas məqam odur ki, tək tanrılı dinlərin hamısında Tanrıya ədalət anlayışını insanlar özü yükləmişdi. Bəşəriyyət ilahi varlığın öz inanclarına və dəyərlərinə uyğun olmasını gözləyirdi. Ədalət Tanrıdan gələn bir ehkam kimi qəbul edilsə də, onun təfsiri və tətbiqi tamamilə insan şüurunun süzgəcindən keçirdi. Bu, qaçılmaz olaraq münaqişəyə səbəb oldu. Hər kəs öz tanrısının və öz dininin haqlı olduğuna inanır və bu inanc özünü elə bir yerə çatdırırdı ki, onların dininə inanmayanları öldürməyin haqq olduğunu düşünürdülər. Tarix boyu aparılan səlib yürüşləri, İspan İnkvizisiyası yaxud müasir dövrdəki dini motivli terrorizmin arxasında duran əsas ideya məhz budur. Mənim tanrım haqlıdır, deməli mənə qarşı çıxan hər kəs və hər şey ilahi ədalətin tələbi ilə məhv edilməlidir. Bu kontekstdə Tanrı bizim yanımızdadırsa, bəs onların yanındakı kimdir sualı daha da kəskinləşir. Əgər hər iki döyüşən tərəf eyni Tanrıya dua edirsə və hər biri bu Tanrının onun qələbəsini istədiyinə inanırsa, bu Tanrını ya qeyri-müəyyən ya da insanların münaqişələrinə cəlb edilmiş bir varlıq kimi göstərir. Əslində bu, Tanrının öz tərəfində olmasını iddia edən insanların öz arzu və ədalət anlayışlarının toqquşmasıdır. Əgər Tanrının ədaləti belə mübahisəli ola bilirsə, bəs ədalət ümumiyyətlə nədir? Onun şərtlərini kim və necə müəyyən edir? Ədalət Latın dilində justitia, haqqın təməli, bərabərliyin təminatı və hər kəsin layiq olduğunu alması prinsipi kimi başa düşülür. Lakin bu tərif universal deyil. Ədalətin mənası yerindən, zamanından və hətta fərdin baxış bucağından asılı olaraq dəyişir. Ədalətin şərtləri 3 əsas mənbədən müəyyən edilir. 1. İlahi qaynaq. Dinlərə görə ədalət Tanrının iradəsidir və müqəddəs kitablar vasitəsilə insanlara çatdırılır. Bu, ədalətin mütləq və dəyişməz olduğunu göstərir. Məsələn, 10 əmr və ya şəriət qanunları kimi. 2. Təbii hüquq. Bəzi filosoflara görə ədalət insan təbiətinin özündə mövcuddur və universal, hər cəmiyyət üçün etibarlı olan təməl hüquqlara əsaslanır. Həyat, azadlıq və mülkiyyət hüququ buna misaldır. 3. İctimai konvensiya. Müasir dövrdə ədalət cəmiyyətin qəbul etdiyi qanunlar, konstitusiyalar və normativ aktlar vasitəsilə müəyyən edilir. Bu ədalət nisbidir və zamanla dəyişə bilər.
Demokratik cəmiyyətlərdə ədalət qanunun aliliyi və prosessual ədalət prinsipləri üzərində qurulur. Qədim Babil hökmdarı Hammurabinin məcəlləsinə görə gözə göz, dişə diş prinsipi ədalətin ən qəddar, lakin ən bərabər tərəflərindən birini göstərir. Yəni cəza törədilmiş zərərlə mütənasib olmalıdır. Bu, o dövr üçün inqilabi bir addım idi. Çünki zəngin və güclü olanın cəzadan yaxa qurtarmasının qarşısını alırdı. Bu, qətiyyən humanist olmasa da formal bərabərliyi təmin edən bir ədalət forması idi. Platon üçün ədalət fərdin yox, dövlətin harmoniyası demək idi. Ədalətli dövlətdə hər bir sinif, hökmdarlar, əsgərlər və işçilər öz təbii funksiyasını yerinə yetirməli idi. Bu, fərdin azadlığından çox cəmiyyətin tarazlığına üstünlük verən funksional ədalət anlayışı idi. Gündəlik həyatda isə ədalət çox vaxt nisbi ədalət və ya subyektiv ədalət kimi özünü göstərir. Məsələn, bir müəllimin fərqli ehtiyacları olan iki şagirdə tamamilə eyni qiymətləndirmə üsulunu tətbiq etməsi formal ədalət sayıla bilər. Lakin bir şagirdin disleksiyası olduğu halda ona əlavə vaxt verməmək əslində ədalətsizlikdir. Buradakı ədalət anlayışı bərabərliyi yox, bərabər imkanların yaradılmasını tələb edir. Uşaqlar valideynlərinin onlara tam bərabər davranmasını tələb edirlər. Lakin bir uşağın xəstə olması digərinə nisbətən daha çox diqqət tələb edərsə, valideynin həmin anda xəstə uşağa üstünlük verməsi o biri uşağın nəzərində ədalətsizlik kimi görünə bilər. Beləliklə, ədalət nə mütləq, nə də universal bir anlayışdır. O həmişə təfsir, seçim və fəlsəfi mübahisə mövzusu olmuşdu. İnsanlar min illərdir ilahi ədalətdən danışsalar da, onu müəyyən edən və tətbiq edən hər zaman insanlar özləri olmuşdu. Mövzumuzu yumorist, lakin dərin müşahidələri ilə tanınan George Carlin'in kəskin bir statı ilə yekunlaşdıraq. Dünyanın hər yerindəki hərbi qəbirstanlıqlar Allahın onların tərəfində olduğuna inandırılaraq beyinləri yuyulmuş ölü əsgərlərlə doludur. George Carlin'in bu sözləri videonun əvvəlindəki "Tanrı bizim yanımızdadırsa, bəs onların yanındakı kimdir?" sualının ən acı və birbaşa cavabıdır. Bu, inancın siyasətə və müharibəyə necə xidmət etdiyinin tənqididir. Carlin'in sitatının arxasındakı əsas məna budur. Müharibə zamanı hər bir dövlət öz əsgərlərini motivasiya etmək üçün "Tanrı bizim tərəfimizdədir" ritorikasından istifadə edir. Bu ifadə adi bir siyasi münaqişəni yaxşılıq və pisliyin ilahi mübarizəsinə çevirir. Əsgərlərin beyni yuyulur. Çünki onların döyüşməsi artıq sadəcə bir vətənpərvərlik vəzifəsi deyil, ilahi bir missiya olur. Əgər Tanrı mütləq, hər şeyi bilən və hər yerdə olan bir varlıqdırsa, o, konkret bir millətin, konkret bir ordunun tərəfini tuta bilməz. Əgər Tanrı bunu edirsə, o artıq mütləq bir Tanrı deyil, müəyyən bir xalqın qəbilə tanrısına çevrilir. Hər iki tərəfin də öz tanrısının yanında olduğuna inanaraq öldüyü bir mühitdə Tanrının ədalətinin deyil, insan egosunun və tərəfkeşliyinin təzahürüdür. Qəbirstanlıqlar bu inancın faciəvi nəticəsidir. Oradakı hər kəs ilahi dəstəyə arxalanaraq ölüb. Bu, Tanrının birinin tərəfini tutması ilə bağlı deyil, inancın ölümə getməyi asanlaşdıran güclü bir psixoloji alət kimi istifadə edilməsi ilə bağlıdır. Əslində ölənlər Tanrı üçün yox, insan liderlərinin və siyasi maraqlarının qurbanı olurlar. Tanrı və ədalət anlayışları bəşəriyyətin ən böyük intellektual və mənəvi mübarizələrini təmsil edir. Hörümçək və milçək hekayəsi ədalətin fərqli varlıqlar üçün necə bir-birini inkar edən mənalar daşıya biləcəyini göstərdi. Tanrı anlayışının təkamülü insanların ilahi varlığa öz subyektiv ədalət tələblərini necə yüklədiyini və bunun nəticədə dini müharibələrə necə yol açdığını aşkara çıxartdı. Nəhayət, Carlin'in sitatı ilahi tərəfkeşlik illüziyasının acı sonluğunu göstərdi. Əgər bir həqiqət varsa, o da budur ki, Tanrıya yüklənən ədalət anlayışı nə qədər mütləq görünürsə görünsün, onu dərk edən və tətbiq edən hər zaman insan şüuru olmuşdu. Bəlkə də əsl ədalət Tanrının hansı tərəfdə olduğunu soruşmaq deyil, heç kimin tərəfini tutmayan, lakin hər kəsin haqqını təmin edən qanunları və etik prinsipləri özümüz yaratmaqdadır.
Tanrı tərəfindən müəyyən edilmiş mütləq ədaləti axtarmaq əvəzinə bəşəriyyət öz vicdanını və empatiyasını əsas götürərək insan ədalətini qurmağa borcludur. Çünki ilahi səssizlik qarşısında yeganə məsuliyyət daşıyan bizik.